Salam əziz dostlar. Məktəbə hazırlaşmağa və birlikdə bir neçə yeni, maraqlı ingiliscə söz öyrənməyə nə deyirsiniz? Əla, onda başladıq. Baxın, bu bizim məktəb çantamızdır. Amma, içi bomboşdur ki. Gəlin birlikdə onu məktəb üçün ən lazımlı əşyalarla dolduraq. Görəsən içinə nələr qoyacağıq? Yaxşı, ilk olaraq çantamıza rəsm çəkmək üçün lazım olanları qoyaq. Mən bilirəm ki, sən rəngli şəkillər çəkməyi çox sevirsən. Elə deyil? Və budur birincisi. Bununla nə gözəl rəngbərəng şəkillər çəkmək olar. Bəs görəsən ingiliscə buna nə deyirlər? Gəl birlikdə öyrənək. İngiliscə bu crayon adlanır. Gəl bir də deyək, crayon. Bəli, bu bizim bildiyimiz rəngli karandaşdır. İndi sənin növbəndir. Ucadan de görüm. Krayon. Afərin, nə qəşəng səsləndi. Yaxşı, rəsm çəkmək və həm də yazmaq üçün başqa nəyə ehtiyacımız var? Əlbəttə ki, buna. İndi isə gəl onun ingiliscə adını öyrənək. Buna ingiliscə pencil deyirlər. Gəl birlikdə tələffüz edək. Pencil. Bu bildiyimiz sadə karandaşdır. Çox asandır, hə? Gəlin birlikdə təkrar edək. Hazırsan? Pencil. Əla, səndə super alınır. Möhtəşəm. Deməli, rəsm dərsi üçün çantamıza 2 vacib şey qoyduq. Rəngli karandaş, yəni crayon və sadə karandaş, yəni pencil. Biz artıq 2 dənə yeni söz bilirik. İndi isə keçək yazı yazmaq üçün bizə lazım olacaq digər şeylərə. Gəl görək çantamıza daha nələr əlavə edəcəyik. Təsəvvür elə, yeni pensilinə adımızı yazırıq, birdən, ops, bir hərf səhv getdi. Heç qorxusu yoxdur, çünki səhvimizi düzəltmək üçün bizə bu kömək edəcək. Bilirsən bu nədir? Gəl onun da ingiliscə adını öyrənək. Bəli, bu pozandır. İngiliscə ona eraser deyirlər. Diqqətlə qulaq as. Eraser. İndi isə sən təkrar et. Hazırsan? Eraser. Çox gözəl. Artıq 3-cü sözümüzü də öyrəndik. Əla! İndi çantamızda crayon, pencil və eraser var. Amma bir dəqiqə, onlar çantanın içində hərəsi bir tərəfə dağılıb. Onları bir yerdə səliqəli saxlamaq üçün bizə xüsusi bir qutu lazımdır. Bax, elə belə bir qutu. Buna ingiliscə pencil case deyilir. Fikir ver, bu söz 2 hissədən ibarətdir. Birinci hissəni sən artıq bilirsən. Bəli, pencil. İkinci hissə isə case, yəni qutu deməkdir. Birlikdə deyək, pencil case. İndi sən de. Pencil case. Əla işdir. Bütün ləvazimatlarımız artıq səliqəli şəkildə öz yerindədir. Məktəbə başqa nə aparırıq? Oxumaq və öyrənmək üçün ən vacib şey. Bəli, budur. Bütün sehirli nağıllar, maraqlı şeirlər, hamısı onun içindədir. Bu kitabdır. İngiliscə çox qısa və asan bir sözdür. Book. Gəlin bir daha birlikdə deyək. Book. Sənin növbəndir. Ucadan de görüm. Book, sən bir möcüzəsən. Wow, bir baxın, çantamız demək olar ki doldu. Artıq məktəbə getməyə tam hazırıq. Amma son bir şey qalıb. Bəs bütün bu ləvazimatları yığdığımız çantanın özünün ingiliscə adı nədir? Bu bel çantasıdır. İngiliscə deyirik backpack. Bir daha təkrar edək. Backpack. Və sonuncu sözümüz. Gəlin birlikdə ucadan deyək. Backpack. Afərin sənə. Hazırsan? Gəl. Çantamızın, yəni backpackimizin içindəkiləri bir-bir yoxlayaq. Rəngli karandaşımız var. Bəli, crayon. Sadə karandaşımız var. Bəli, pencil. Bəs pozanımız? Əlbəttə, eraser. Onları qoyduğumuz qutu? Bəli, pencil case. Və sehirli nağıllarla dolu kitabımız? Bəli, book. Möhtəşəm. Biz bütün sözləri yadda saxladıq. Afərin, sən bugün çox çalışdın. İndi isə mənə də görüm, bu öyrəndiyimiz ləvazimatlardan sənin ən sevdiyin hansıdır? Rəngbərəng krayon, yoxsa nağıllarla dolu book? Cavabını mütləq böyüklərlə paylaş. Növbəti dəfə görüşənədək, hələlik!